Salam kanal izleyicileri, bugünlerim sizinle 8. sınıf edebiyat dersliğinden Mirzəl Əkbər Sabir'in ikinci şeirini keçirik. İkinci şeiri 3. qrup deməli abituriyentlərin blok imtahanına və müəllimlərin işə qəbuluna düşə bilən aktiv əsərlərdəndir. Yəni düşmə ihtimalı böyük olan əsərlərdəndir. İlk önce sizden xahiş edəcəm ki, kanala abone olun. Derslerimiz daimi gəlir, davamlı gəlir, isteklerinize əsasən çəkilir və paylaşın ki, əhatə dairəmiz çoxalsın. Bəyənirsinizsə videonu təbii ki, bəyənməyi yaddan çıxarmayın. Mirzəl Əkbər Sabir, ikinci şeirim. Deməli, ilk önce size onu deyim ki, bu şeir ümumi bəşəri bir şeir deyil. Ümumi bəşəri nə deməkdir? Yəni, hər kəsə aid olunan bir şeir deyil. Yəni bunu Mirzəl Əkbər Sabir müəllif yazarkən müəyyən əkinçiləri nəzərdə tutubdu və onlar üçün yazıbdı. Deməli, müəyyən əkinçiləri nəzərdə tutub onlar üçün yazıb. Yəni hər əkinçi də bu şəkildə deyil, hər əkinçi belə yəni özünü müdafiə etməyən deyil. Buradakı əkinçi təbii ki, özünü müdafiə edə bilmir. Boynu bükük əkinçidir, mübariz deyil, öz sözünü deyə bilmir, mülkədarın qabağında dili qısadır. Yəni öz sözünü deyə bilməyən əkinçidir. Ona görə də Mirzəl Əkbər Sabir bu tipli əkinçiləri nəzərdə tutub bu şeiri yazıbdı. Amma məsəl üçün Neylərdim şeiri var ki, Neylərdim ilahi şeirində orada isə ümumi bəşəridir. Yəni o bütün deməli bəşəriyyət üçün nəzərdə tutulmuş, tək Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün nəzərdə tutulmuş bir şeirdir. Amma ikinci şeir isə ümumi bəşəri şeir deyil. Əsasən bir də görürsünüz ki, testlərdə qoyurlar, baxırsınız ki, cavabı düzdür. O cavabın hansısa bir yerində, ya axırında, ortasında ümumi bəşəri şeirdir və yaxud ümumi bəşəri deyil. Bu əsər ümumi bəşəri deyil. Bu tipli deməli fikirlər bildirməklə, düzgün cavabın içində bu tipli fikirlər bildirməklə cavabı deməli səhv kimi qeyd eləyirlər. Odur ki, diqqətli olun, yadınızda qalsın. İkinci şeiri ümumi bəşəri şeir deyil. Əruz vəznində yazılıbdır əsər. Əruz vəzninin həzəc bəhrində yazılıbdır, lirik növdədir və burada şeir görürük ki, necədir şeir şəkli? Beşlik şəklindədir. Beşlik nəyə deyirik? Yəni, deməli, misraların sayına deyirik ki, görürük ki, bir bənddə misranın sayı nə qədərdir? 5'dir və ona görə də deyirik ki, beşlik şəklindədir və əsər, deməli, bəndlər şəklində yazılıb. Necə yazılıbdır? Bəndlər şəklində verilibdir. Bir də ki, əsərdə mülkədar obrazı ilə əkinçi obrazı var və mülkədar obrazı burada deməli öz danışığı ilə özünü ifşa edən bir obrazdır və onun danışığı təbii ki, əsəri satirik bir şəkildə edibdir. Mülkədarın öz danışığı ilə deməli özünü ifşa etməsi özünü necə yaşamasını çatdırır və bu bir satirik şəkildə çatdırılır və ona görə də əsər satirik əsərdir. Mülkədar obrazı deməli insana, zəhmətkeş insanlara qarşı necə biganə olduğunu, onun zəhmətkeş insanlara qarşı necə soyuqqanlı yanaşdığını, onun necə biganə yanaşdığını, onların yaşam tərzini bəyənməməyi deməli tip öz dili ilə çatdırır. O mülkədar obrazı o tip öz dili ilə çatdırır və ona görə də əsərdə o bir satirik şəkildə çatdırılır. Əsər satirik əsər adlandırılır. Gəlin indi oxuyaq. Bir də onu deyim sizə ki, əsər deməli hər dəfə görürsünüz ki, deməli əkinçi hər bəndin sonunda əkinçi verilibdir. Əkinçi burada təbii ki, rədifdir. Yadınızda qalsın, rədifdir. Əsər də rədif əsasında adlandırılıbdır. Yəni rədif nəyə deyilirdi? Qafiyələnən sözlərdən sonra gəlir və qafiyələnən sözlərdən sonra gələn sözlərdir ki, onlar rədiflərdir. Baxın, deyir, fəryadə əkinçi, fəryadə adə bir-biri ilə qafiyələnir. Bu məvadə, fəryadə, badə, fəryadə
Görürsünüz, hamısı bir-birinə qafiyələnən sözlərdir. Sonra amadə, fəryadə, adə, yadə, sadə, bəyzadə, adə. Görürsünüz, hamısı bir-birinə qafiyələnir və qafiyələnən sözlərdən sonra gələnlər də təbii ki, deməli, rədifdir və əsər də rədif əsasında adlandırılmışdır. Gəlin indi də şeirimizi oxuyağın və təhlil eləyəyin. Əkinçi. Məzlumluq edib başlama fəryada əkinçi. Qoyma özünü tülkülüyə adə əkinçi. Nə deyir burada? Yəni deyir, bir yazıqlıq göstərmə. Məzlumluq nədir? Məzlumluq. Bilməyənlər qeyd etsin. Təbii ki, məzlumluq nə deməkdir? Yazılığı göstərib deyir. Başlama bir fəryada, dil tökməyə, yalvarmağa deyir, əkinçidir. Qoyma özünü tülkülüyə, adə əkinçi. Niyə tülkülüyə deyir? Yəni bir hiləgərlik göstərmədən, bir özünü, tülkü hiləgər olur axı deyir. Yəni yazıqlıq göstərib, hiləgərlik göstərməyə başlama deyir. Bir üzlə hər gündə gəlib durma qapımda, yalvarma mənə, boynunu kəç, vurma qapımda. Gahi başına, gah döşünə, vurma qapımda. Ləğv olma, ədəb gözlə, bu məvadə əkinçi. Lal ol, abalam, başlama fəryada əkinçi. Deyir ki, hər gün gəlib qapımda deyir, durma deyir, gah başına, gah döşünə vurma. Lal ol deyir, bəsdir deyir, fəryad elədin. Deyir, ədəb gözlədir. Bu məvadə, məvadə nədir? Yurd məskən deməkdir. Bu məvadə əkinci, yəni yurd məskəndir mənasında verir də bu şəkildə ki, ləğv olma, ədəb gözlə bu məvadə əkinci, ləğv ol, abalam, başlama fəryada əkinci. Lal ol deyir, bəsdir deyir, lal ol, vurma deyir, ədəb gözlə deyir, başına, gözünə vurma deyir. Bu şəkildə. Xoş keçmədi il, çöllüyə dehqanə nə borcum? Dehqanə nə borcum? Yağmadı yağış, bitmədi bir danə nə borcum? Əsti qara yel çəltiyə bostanə nə borcum? Getdi mənə nə fəlləliyin badə əkinçi? Lağ-lağ danışıb başlama fəryada əkinçi. Deyir ki, xoş keçmədi deyir çöllüyə. Dehqan nə deməkdir? Dehqan yəni arxaik sözdür, arxaizmdir. Kəndli əkinçi deməkdir. Kəndli əkinçi. Deyir, xoş keçmədi, deməli, il, yağmadı yağış, bitmədi ot, mənim əkinçiyə, çöllüyə heç bir borcum yoxdur. Nə borcum deyir? Əsti qara yel deyir, istəyir, nə bilim, nə oldu deyir, külək necə əsti deyir. Onun mənə nə adiyyatı var deyir, mənim nə çəltiyə, bostana deyir, heç bir borcum yoxdur. Nə borcum deyir? Getdi mənə nə fələliyin. Fələliyin nədir? Yəni sənin deyir, fəhləliyin. Fələlik yəni fəhləlik deməkdir. Sənin fəhləliyin deyir, badə getdi, boşa getdi deyir. Bundan mənə deyir, yəni bu hadisələr baş verdi, belə bir şeylər oldu, külək əsdi, yağış yağdı, nə oldu deyir, məhsul olmadı. Sənin də bu qədər çəkdiyin əziyyət, fəhləlik, hamısı boşa çıxdı. Mənə deyir, bunların heç bir adiyyatı yoxdur. Lağ-lağ danışıb deyir, özünü yorma. Sonra, aldı dolu əldən sərü samanı neynim? Yayın ki çəltiyə yedi bostanını neynim? Çəyirtkə yedi bostanını neynim? Verdin keçən il borcunu yorğanını neynim? Ol indi palaz satmağa amadə əkinçi. Al ol, abalam, başlama fəryada əkinçi. Deyir, aldı dolu əldən sər-ü səman neynim? Sər-ü səman, yəni samanın o samanınız, o səliqəni də, səliqəni səhmanını, səliqə səhmanla deyir, o düzdüyün, düzəmi deyir, əlindən deyir, gəldi o dolu aldı, mən ona neyniyim deyir. Yayın ki, çəyirtkə yedi deyir sən bostanını, çəyirtkə gəldi yedi deyir, mən ona neyniyim deyir, ona heç neyniyə bilmərəm deyir. Verdin keçən il borcunu, yorğanını neynim deyir, İstəyir çəyirtkə yesin, istəyir nə olur olsun deyir. Keçən il yorğanını satdın, verdin. Bu ildə deyir zəhmət çək, get palazını sat. Palazını sat.
ver, borcunu ödə deyir. Yəni baş verən o təbiət hadisələrinin mənə heç bir aidiyyatı yoxdur deyir. Keçən il yorğanını verdin deyir borcunun yerinə. Bu il də deyir zəhmət çək get, palazını sat, palazını ver. Amadə nədir? Amadə. Yəni hazırlanmış, hazırlanmış, satmağa amadə əkinci. İndi deyir get palaz satmağa deyir, hazır ol deyir əkinci, get palazını sat yəni. Lal ol, abalam, başlama fəryada əkinci. Day deyir təzdən bir də deyir başlama fəryad eləmə. Söz açma mənə çox çalışıb az yeməyindən. Canın be cəhənnəm ki, ölürsən deməyindən. Mən gözləmənəm, buğda çıxar ver bəbəyindən. Çəltikdə gətir, arpada buğda da əkinci. Yoxsa soyaram lap dərini adə əkinci. Deyir ki, mənə deyir, gəlib deyir, söz açma da, söz açma mənə ki deyir, çox çalışmışam, ay bütün günü yorğun olmuşam, az yemişəm. Mənə deyir bunlardan danışma. Biri deyir çıxar bəbəyindən ver, gözünə, bəbəy nədir? Gözün içərisidə, düzdür. Çıxar bəbəyindən ver deyir. Mən deyir səni gözləyə bilmərəm də. Nə vaxtsa nəsə olacaq, sən gətirib borcunu verəcəksən. Canın cəhənnəmə deyir. Canım deyir be cəhənnəm. Canım deyir cəhənnəmə getsin deyir. Çıxart deyir gözünün içindən ver, bəbəyindən ver. Çəltik də, buğda da, arpa da gətir ver. Yəni birini ver, birini sonra yox. Çəltiyi də gətir, arpanı da, buğdanı da gətir deyir. Ne yiyirsən elə özün bilərsən. Canım bir cəhənnəm. Çıxart bəbəyindən ver, amma çəltiyimi də ver. Buğdamı da, arpamı da. Yoxsa deyir, sənin deyir, o soyaram lap dərini, adə əkinci. Yoxsa deyir, sənin deyir, dərini soyaram. Dərini soyaram deyir əkinci. Gətir bunların üçünü də istəyir. Deyər ki, test qoyar, deyər arpanı ver, daha yazıqsan, buğdanı əkincini sonra ver, xeyr. Deyir, çəltiyi də ver. Arpanı da ver, buğdanı da ver. Belə lap bəbəyindən çıxart, canın da deyir bir cəhənnəm olsun. Mənim nəyimə lazımdır? Yoxsa deyir, neyniyərəm? Dərini soyaram. Yəni testə qoyar, deyər ki, güzəştə gedir, deyir birini ver, qalanını sonra verərsən. Yox, yadınızda qalsın. Yəni güzəştə getmir. Görürsünüz, yuxarıda da deyir, keçən il yorğanını satmışsan, bu ildə deyir, zəhmət çək, palazını sat. Bilmirəm, videoda eşidilmir. Deyirsiniz ki, müəllimə, o uyultu nədir? Yəni, küləyin uyultusudur, o yallayır. Ona görə də, bəlkə də elə bir səs gəlir videoda. Xəbəriniz olsun ki, yəni, külək vıyıltısıdır. Yuxarı mərtəbədə, yəni, küləyin vıyıltısı gəlir. Sonra, sən hey də yoxumdur çıxarıb, deyir, sən hey də yoxumdur. Çıxarıb canını allam. Vallahi ovub dideyi giryanını allam. Dideyi giryanını allam. Şallağa tütüb peykər üryanını allam. Öz halını sal indi özün yada əkinci. Lağ-lağ danışıb başlama fəryada əkinci. Deyir ki, sən deyir, denən ki, elə hey yoxumdur deyir. Deyir, səni şallaqlayaram. Şallaq nədir? Məsələn, o inəyə, öküzə, ata, onlara vururlar. Belə şallaq çəkirlər ki, getsin. Deyir, yəni səni bir şallaqlayaram deyir. Çıxarıb canını alaram deyir. Şallaq vuraram, canını çıxararam deyir. Canını çıxarıb alaram. Vallahi deyir, ovaram deyir, ovmaq. Ovub deyir, gözünü deyir, o dideyi giryan nədir? O ağlayan dideyi giryan, ağlayan gözdür da, ağlayan gözlər, göz yaşı. Ağlayan gözlərini deyir, deməli əkinçi bunun qarşısında ağlayır. O ağlayan gözlərini deyir, çıxarıb allam. Şallağa tutub peykər üryanını allam. Peykər üryanını, nə deməkdir peykər üryan? Bilməyənlər qeyd etsin. O çılpaq bədənini deyir. Deyir, səni deyir, yəni soyundurub şallağa tutaram. O çılpaq bədəninə deyir, onsuz da onlar çırpaq sayılır da, yəni çox kasıb olurlar əkinçilər o dövrdə, yəni geyinməyə o qədər də paltarları olmur. Deyir, sənin şallağa tutub peykər üryanını allam, çılpaq bədənini deyir şallağa tutub deyir, canını alaram deyir.
Öz halını sal indi özün yada əkinçi. Bir deyir gözünün qabağında o deyir halını canlandır deyir özün əkinçi. Gör nə hala düşürsən. Deyir lağ-lağ danışıb başlama fəryada əkinçi. Başlama deyir lağ-lağ danışıb deyir təzdən deyir bir fəryad eləmə deyir. Sən onsuz da deyir deməli öz deməli halını yadına salmalısan. O gözünün qabağına gətirginən ki deyir mən sənin bax deyir verə bilməsən borcunu, çəltiyi, buğdanı gətirib mənə arpanı verə bilməsən deyir. Bax bir də izah edirəm. Deyir şallaqlayaram səni, o ağlayan gözlərini çıxardaram. Sənə şallaq vurub deyir o çılpaq bədənini deyir çılpaq bədənindən canını alaram deyir. Öz halını deyir öz gözünün qabağına gətirib boş-boş danışma deyir. Adı əkinçi deyir. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Cütçü babasan deyir, yəni əkinçisən də deyir. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Su olmasa qışda əridib, qarı yeyərsən. Daşdan yumşaq zəhir nədir? Marı yeyərsən. Öyrənməmişsən ət yağa dünyada əkinçi. Heyvan kimi ömr eyləmisən, sadə əkinçi. Ömür, yəni ömür. Ömür sözüdür. Burada üsü, yəni ixtisara düşübdür. Deyir ki, cütçü babasan, deyir. Buğdanı mənə ver, deyir. Sən gedib darı yeyərsən. O buğdadan çıxarılan zibil ki var. Sən deyir gedib onu yeyərsən. Buğdadan çıxan o zibili, buğdanın qabıqlarını, onu yeyərsən. Sonra su olmasa deyir, qışda deyir təbii ki qarı əridərsən, qarı yeyərsən. Daşdan yumuşaq zəhir nədir? Zəhir nədir? Yəni daşdan yumuşaq zəhər nədir? Deyir zəhər yeyəsən. Yəni deyir daşdan yumuşaq zəhər nədir? Marı yeyərsən, zəhər. Yəni gedib ilanı, mar ilan deməkdir. Yadınızda qalsın. Mar qeyd edin bilməyənlər, mar ilan deməkdir. Gedib deyir ilanın özünü yeyərsən. Daşdan yumuşaq nə var? Nə zəhər var deyir daşdan yumuşaq. Gedib onu yeyərsən. Gedib ilanı yeyərsən. Sən deyir öyrənməmisən deyir. Onsuz da deyir sən deyir nə bilirsən ət nədir, yağ nədir? Ətə yağa öyrənməmisən deyir. Onsuz da deyir sən bir heyvan kimi yaşamısan. Heyvan kimi ömür etmisən. Amma deyir heyvan kimi ömür etdiyinə görə də deyir get elə heyvan kimi də yaşa. Heyvan kimi yaşa deyir. Ona görə də deyir o heyvan kimi ömrünə davam elə. Daşdan yumuşaq nə tapdın get onu ye. Belə yoxdur, ətdir, yağdır bilmirsən, onsuz da yeməmsən. Bunları deyir sənə bunların tamı yaddır. Sən onsuz da bunu yeməmsən. Örgəşməmsən belə şeylər yeməyə deyir. Get deyir ilanın özünü ye. Bunları çatdırır. Lakin mənim insanlıq olub vəzimədarım. Özünü artıq burada özünü ifşa eləyir təzdən. Bir də özünü artıq necə yaşayışını çatdırır ki, lakin mənim insanlıq olub vəzimədarım. Beyzadəyəm, asayişdədir cümlə qərarım. Meysiz məzəsiz bitməz olur şamı nəharım. İşte belədir haləti beyzadə əkinçi. Beyzadələrin rəsmi budur, adə əkinçi. Lakin deyir mən insan kimi yaşamışam, sənin kimi yox, insan kimi. Yəni insanlıq olub deyir, vəzimədarım. Vəzimədarım nədir? Mənim güzəranım, yaşayış tərzim, yaşayışım deyir. Mənim deyir yaşayışım səndən fərqli olaraq mənim yaşayışım insanlıq olubdur. Beyzadəyəm deyir, yəni mən bəy nəslindənəm. Əsayişdədir cümlə qərarım. Mən yəni bütün qərarım deyir, mənim deyir əsayişdədir. Mən bəy nəslindənəm, qərarlı yaşayıram, planlı yaşayıram. Meysiz məzəsiz bitməz olur şam-ı nəharım. Şam-ı nəharım. Meysiz, yəni mən mahnısız, məzəsiz, yeməklə, yəni mən yeyəndə musiqiyə qulaq asıram, o yeməyi ləzzətlə yeyirəm, yəni ləzzətlə yeyirəm. Olarsız deyir, bitməz olur şam-ı nəharım. Şam-ı nədir? Axşam yeməyim, axşam naharım deyir. Şam-ı nəharım, yəni axşam yeməyim deyir.
musiqisiz, sonra deməli məzəsiz olmur deyir. Mən musiqi ilə, məzə ilə bitirirəm axşam yeməyini, ləzzətli yeyirəm deyir. İşte belədir deyir. Bizim deyir meysiz, məzəsiz olmur deyir axşam yeməyimiz və Bəyzadəyik deyir. Biz belə yaşayırıq. Belə yaşayırıq deyir, əkinci deyir. Bizim deyir, belədir halət Bəyzadə. Bəyzadələrin, bəylərin deyir, halı belə olur. Bəyzadələrin, bəy nəslindən olan insanların halı belə olur deyir. Biz yeməyi ləzzətlə yeyirik. Biz yəni yeməyə ət yeyirik, yağ yeyirik, ləzzətlə yeyirik. Biz Bəyzadələrin deyir, rəsmi budur, adə əkinci. Yəni rəsmi budur, yəni bizim yaşayışımız belədir deyir, adə əkinci. Bildiniz, deməli burada neyniyir? Mülkədar. Görürsünüz, əkinçi danışırmı burada? Qətiyyən, yadınızda qalsın. Qətiyyən, əkinçi danışmır, yadınızda qalsın. Əkinçi burada danışmır. Sadəcə görürük ki, mülkədarın sözündən görürük. Mülkədarın sözündən. Mülkədar bir tipdir, özünü öz sözləri ilə ifşa eləyir və o mülkədarın sözlərindən də görürük ki, kəndli obrazı mübariz deyil. Kəndli obrazı öz göz yaşlarını töküb durur onun qarşısında. Deyir ki, yəni mən sənin borcunu verə bilmirəm. Yarısını verim, yarısı qalsın, buğdanı verim, çəltiyi sonra verim. Bunu demək üçün gəlir. Kəndinin dilindən danışıq deməli verilməyib burada, yadınızda qalsın. Əsərdə tipi öz dili ilə veribdir, mülkədar tipini verib, öz dili ilə verib və tənqid üsulundan istifadə edib. Özünü, mülkədarın özünü öz dili ilə tənqid edibdir. Yəni, o obraz özünü tənqid edibdir. Tip öz dili ilə tənqid üsulundan istifadə edib. Şeirin deməli kəndlilər, şeir o dövrlərə təsadüf eləyib ki, kəndlilər çox çalışırdılar, çox çalışır. Səhərdən axşama qədər çalışırdılar. Deri o qədər işləyir ki, insan yorğunluqdan ağzı açıq yatır. Baxın, o dərəcədə işlədiyi bir vaxtındadır kəndlilərin və kəndlilər çox işləyirdilər, az qazanırdılar, mülkədarlar onlara 1/4 hissəni verirdilər, 1/5 hissəni, 2 hissəni verirdilər. Onlar az qazandıqları üçün az yeyirdilər və demək olar ki, istismara məruz qalırdılar, dözülməz. O mülkədarlar tərəfindən zülmə məruz qalırdılar. İstismar nədir? Zülmə məruz qalırdılar. Əkinçi də borcunu qaytara bilməyəndə təbii ki, ah-nalə edilirdi, ah-nalə eləyirdi və ah-nalə eləyəndə təbii ki, beləcənə bu şəkildə mülkədarlara deməli rast gəlirdi. Yenə deyirəm, bu tip əkinçilər, bütün əkinçilərə şamil etmək olmaz ki, bu tip əkinçilərin hamısı bu tipdədir. Bunu bütün əkinçilərə şamil etmək olmaz. Ona görə də deyirik ki, əsərimiz ümumi bəşəri deyil. Əkinçi burada öz haqqını tələb etməyi bacarmır. Qeyd eləyin, öz haqqını tələb etməyi bacarmır. Mübariz deyil. Amma mülkədar obrazı özünü yaşayışını görürsünüz. Sonda öz yaşayışını necə qürurla verir. Biz Bəyzadəyik deyir. Bəyzadələr belə yaşayırlar. Sonra burada mülkədarın dilindən daha sonra nə var? Deyir ki, get neynə deyir, yorğanını deyir, keçən il satmısan, get bu ildə palazını sat deyir. Sonra əkinçinin demək olar ki, heyvan kimi yaşadığını qeyd eləyir, onun heyvan kimi yaşadığını çatdırır. Kəndlərin ağır, çıxılmaz vəziyyəti təbii ki, şairdə də dərin bir his doğurur. Müəllif o kəndinin yaşayışını, bax, o ağır müəllifin özünə təsir eləyir təbii ki. Ona təsir etdiyi üçün o belə bir şeiri yazıb ortaya çıxarda bilibdir. Yəni, sual doğura bilər ki, bu şair özünü Mirzə Ələkbər Sabir necə, Mirzə Ələkbər Sabirə əkinçinin vəziyyəti necə təsir edir? Təbii ki, o kəndlinin ağır çıxılmaz vəziyyətini deməli, vəziyyətindən dərin təəssüf hissi keçirir və ona görə də o kəndlini bu şəkildə bizə
çatdırıb bu şeirdə bu şəkildə bizə çatdırıb. Təbii ki, o ağrı hissini keçirtməsə, onların vəziyyətinə yanmasa, bu şəkildə o şeiri bizə çatdıra bilməz. Daha sonra burada nəyə qeyd edeyim, nə qaldı burada? Dedik ki, rədif əsasında yazılıbdır, beşlik şəklində yazılıbdır, lirik növdədir, əruz vəznindədir, hərrəc bəhrindədir və satirik bir əsərdir. Sonra bədii sual varmı? Getdi mənə fələyin badə əkinçi lağla. Üzr istəyirəm, boğazım qovuşdum. Deməli, burada bədii sual varmı? Bəli, var. Deyirsiniz ki, müəllimə, niyə əkinçi qarşısında əkinçi var, ona sual verir? Baxın, deyir ki, burada deyir ki, məzlumluq edib başlama, yox, baxın deyir, getdi mənə nə fələyin badə əkinçim, lağ danışıb başlama fəryada əkinçim. Sonra bax görürsünüz, dehqanənə borcun yağmadı. Baxın bunun. Burada bədii sual var. Burada bədii sual deyir. Xoş keçmədi il çöllüyə dehqanənə borcum. Yağmadı yağış, bitmədi bir danə nə borcum. Əsdi qara yel çəltiyə bostanənə borcum. Getdi mənə nə fələyin badə əkinçi. Lağ danışıb başlama fəryada əkinçi. Varmı burada bədii sual? Bəli, baxın 4 misranın 4-ündə də bədii sualdır. Niyə görə bədii sualdır? Çünki əkinçi o mülkədara cavab vermir. Əkinçidən cavab gəlmir. Ona görə də bədii sualdır. Sonra baxın burada bədii sual var. Görürsünüz 3 misrada üzr istəyirəm. 3 misrada bədii sual var. Aldı dolu əldən sər səmanını neylim. Yayın ki çəyirtkə yedi bostanını neylim. Verdin keçən il borcunu yorğanını neylim. Bax, borcuna yorğanını neylim. Baxın, bunların üçü də bədii sualdır. Bədii sual. Yayın ki deyəndə deyirsiniz, yayın ki nədir? Yayın ki, yəni ki deməkdir. Yəni ki. Burada ki ayrıdır, birləşib. Yəni ki. Yəni ki deyir, çəyirtkə yedi sənin bostanını mən neyim? Bax, əkinçidən cavab gəlmədiyi üçün, o cütçü babadan cavabı gəlmədiyi üçün, ona görə də nədir bu? Bədii suallardır. Yaxşı, deyirsiniz, müəllimə, bədii sual bütün bəndlərdə varmı? Bütün şeirdə varmı? Xeyr, yadınızda qalsın. Deməli, baxırıq. Baxın. Deməli, birinci bənddə, görürsünüz, baba, birinci bənddə yoxdur. Birinci bənddə demək olar ki, bədii sual yoxdur. Bir də sizə deyim ki, birinci bəndi biz 7 misra kimi qəbul edirik və bəndlərin sayı şeirdə deməli eyni deyil. Bu fikrə rast gəlmiş olsanız bunu düz götürəcəyik. Bəli, bəndlərin sayı şeirdə deməli bəndlərdəki sətirlərin sayı, misraların sayı şeirdə stabil deyil, düzdür. Çünki birinci deməli bənddə biz 7 misra götürəcəyik. Birinci bənddə 7 misra götürəcəyik. Digərlərində görürük ki 5 misra gedir. Bu 2 misra ki var, bu 2 misra da birinci bəndin içərisinə daxildir. Yadınızda qalsın. Deməli, hardan hara gəldim, yadıma düşmüşkən dedim, onu da sizə deyim. Burada nə var? Burada nə var? Deməli, bütün bəndlərdə bədii sual varmı? Xeyr. Və baxırsınız, birinci bənddə bədii sual yoxdur. Görürsünüz, hamısı nida ilə bitir. Nida. Hamısında nidadır. Birinci bənddə bədii sual yoxdur. İkincidə varmı? Bəli, burada var. Gördük ki, suallar var. İkinci bəndin 4 misrasında bədii sual var. Sonra üçüncü bənddə varmı? Bəli, üçüncü bəndində gördük ki, 3 misrasında bədii sual var. Sonra dördüncü bənddə varmı? Görürsünüz ki, dördüncü bənddə sual yoxdur. Hamısı nida ilə bitir. Deməli, dördüncü bənddə də bədii sualımız yoxdur. Beşinci bəndə baxırıq. Beşinci bənddə də görürsünüz ki, sual işarəsi yoxdur. Və hamısı nida ilə olduğuna görə burada da bədii sual yoxdur. Keçirik. Cütçü babasan, buğdanı ver darı yeyərsən.
Zəhir nədir? Marı yeyərsən. Görürük ki, 6-da da bədii sual yoxdur. Lakin mənim insanlıq olub vəzimədarım və bədii suallar yoxdur. Deməli, bədii suallar yoxdur bura. Bədii sual hansında var? 2-ci bənddə var və 3-cü bənddə var. Bədii suallar. Sual işarəsi olanlarda bədii sual. Bədii sual nəyə dedik deyilir? Təbii ki, deməli, cavabı gəlməyən suallar bədii suallar adlandırılır. Burada da əkinçinin dilindən danışıq olmadığı üçün, əkinçi danışmadığı üçün, yəni mülkədar suallar verir. Əkinçi ona cavab vermədiyi üçün təbii ki, bunlar bədii sual adlandırılır. Əsər dedik. Necə başlayır? Əsər mülkədarın əkinçiyə müraciəti ilə başlayır. Baxın, əsər əkinçinin mülkədara müraciəti ilə başlayır. Görürsünüz? Məzlumluq edib başlama fəryada əkinçi, qoyma özünü tülkülüyə, adə əkinçi. Mülkədarın əkinçiyə müraciəti ilə başlayır. Bu şəkildə bir də nə qaldı? Qafiyələnmə. Necə qafiyələnir? Baxın, durma qapımda, a, vurma qapımda, boynunu kəc vurma qapımda, a, gah döşünə vurma qapımda, a, mavadə əkinçi, b və yenə əkinçi b. A, B şəklində. Növbəti gəlir. Dehqanə nə borcum? C. Bir danə, bitmədi bir danə nə borcum? C. Bostanə nə borcum? C. Yenə əkinçi təbii ki B. Yenə gəlir bu iki qafiyə, bu iki sonuncu misralar gəlir, qafiyələnir. Deməli, birinci bəndin sonuncu misraları ilə yadınızda qalsın. Bu şəkildə gedir, davam edir bu şəkildə. Daha sonra yenə burada da baxırıq necə gedir. Sər samanı neylim de, neylim de, neylim de, B. Az yeməyindən, deməyindən, ver bəbəyindən, görsün, üçü də qafiyələnir, B. Bu şəkildə. Deməli, qafiyələnmə nədir? A, B, C, B, D, bu şəkildə qafiyələnmə sistemi də gedir. Beşlik şəklində yazılıb və satirik şeirdir, ümumi bəşəri deyil. Bu qədər. Ümidvaram ki, təhlilimi bəyəndiniz. Bəyəndinizsə, təbii ki, bəyənməyi yaddan çıxartmayın və fikirlərinizi almağı çox istəyərdim. Ona görə də əgər başa düşdünüzsə, nədə səhvim oldusa, nəyi başa düşmədinizsə, nəyi daha yaxşı istəyərdiniz, başa salım sizə. Onları deməli aşağıda qeyd eləyin. Bütün demək olar ki, mesajları oxuyuram və cavablandırmağa çalışıram. Bu qədər. Sağ olun.